Assalamu alaykum Farabitor dərsxanasına hörmətli görmələrim. İş vaxtınızlar xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizdən 61-ci dərsini ötümüz. Ötən saatlik dərsimizdə cümlə böləklərdən halət və ondan başqa cümlənin təndaş böləkləri və cümlənin kengaytilgan böləklərini görüb ötkəndik. Bugünkü dərsimiz bolsa cümlənin müstəqil böləklərini görüb ötümüz. Cümlənin müstəqil böləklər deganimiz cümlə bilan hech qanday qrammatikalik münasibəti yo'q bo'lgan böləklərni göstərdi. Dərsimizi başlaşdan burun ötən saatlik dərsimizin axır sorab ötən tövəndiki iki sualımızға qısqa cavab verib ötümüz. Birinci sualımız bolsa, halətlər cümlədə bildirdiğin mənisi qarab qaysı türlərə ayrılır? Bu sualın cavabı halətlər cümlədə bildirdiğin mənisi qarab sifət hərəkət haləti, orun haləti, vaxt haləti, səbəb haləti və məqsəd haləti degəndək türlərə ayrılır. İkinci sualımız bolsa cümlənin təndaş böləkləri degan nima? Cümlənin təndaş böləkləri deganimiz cümlədə bir-biriga beqinmaydigan, ma'lum bir böləkkä təng dərəcədə bağlanıb, o'xshash sintakslik vazifada kelgan böləklər cümlənin təndaş böləkləri deyildi. Bu savollarning javobini texmo təfsili bilmoqchi bo'lsanglar, o'tgan soatlik darsimizda ko'rib chiqishingizni tavsiya qilaman. Undaqda bugünkü dərsimizə başlasaq, bugünkü dərsimiz cümlənin müstəqil böləkləri, yəni cümlə bilən heç qandaq qrammatikalik bağlanışı yox böləklər. Undaqda cümlənin müstəqil böləkləri degan nima? Cümlənin müstəqil böləkləri deganimiz cümlə böləkləri bilən heç qandaq sintaksik bağlanışı olmaydigan, özünə xas intonasiya və tiniş belgisi orqali cümlədə başqa böləklərdən fərqli holda ayrılıb turadigan söz birikmesi və cümlələr cümlənin müstəqil böləkləri deyildi. Yəni bu yerdəki cümlədə başqa böləklərdən ayrılıb turadigan deganimiz bu yerdəki başqa böləklər cümlənin əsli böləkləri bolğan ega, xəbər, aniqlovchi, to'ldiruvchi, holat qatorliq böləklərdən ayrılıb turadigan böləklərni göstərdi. Məsələn, sevimli sağdaşlar yığınımızga qatnaşqanlar üçün chin ko'nglimizdan rahmat aytamiz. Bu yerdəki əsli cümlə bolsa, yığınımızga qatnaşqanlar üçün chin ko'nglimizdan rahmat aytamiz və bu yerdəki cümlənin müstəqil bölüklü bolsa, sevimli savaqdaşlar, yəni bu yerdəki yığınımızga qatnaşqanlar üçün chin ko'nglimizdan rahmat aytamiz degan cümlə bilan hech qanday qrammatikalik münasibəti yo'q bir bölək. İkinci misal qarasaq, apa mən qayıtıb gəldim. Yəni bu cümlədəki apa degan bölək bolsa, yəni bu söz bolsa, mən qayıtıb gəldim degan cümlə bilan hech qanday qrammatikalik münasibəti yo'q bölək, yəni cümlənin müstəqil bölüklü hesablandı. Vay Allah, ukamga telefon qilishni unutib qoptiman emasmi? Bu cümledeki bolsa, vay Allah degan söz birikmesi bolsa, ukamga telefon qilishni unutib qoptiman emasmi degan cümle bilan hech qanday munosabati yo'q, ya'ni grammatikalik munosabati yo'q bo'lak hisoblanadi. Pah-pah bu manzarning go'zalligi qarang. Bu cümledeki bolsa, pah-pah degan söz birikmesi bu manzarning go'zalligi qarang degan cümle bilan hech qanday grammatikalik bog'lanishi yo'q bo'lgan, ya'ni cümlening mustaqil bo'lagi hisoblanadi. Bundaq böləklər, yəni cümlənin müstəqil böləkləri cümlədə birər sualğa cavab olmaydiganlığı və birər sintakslik vəzifə ötməydiganlığı üçün cümlə bölüki hesablanmaydı. Əmdə cümlənin müstəqil böləklərinin türlərini görüb çıxsaq, ağız dildə özünə xas intonasiya arqılıq, yazıq dildə bolsa tiniş belgisi arqılıq cümlədə başqa böləklərdən ayrılıb durdu. Yəni başqa böləklər deganimizdə ega, xəbər, to'ldiruvchi, aniqlovchi, holat degandek böləklərdən fərqlənib durdu. Cümlənin müstəqil böləkləri bütün cümləyə qoşqan mənisi və qandaq sözlərdən tüzülgənliyə qarab, qaratın bölək, qısıtırın bölək və öndəş bölək degəndək üç türə ayrıldı. Bunun içindən qaratın böləklərə kişi isimləri, bəzi atay sözləri, öndəş sözlər və imliq sözlər qatarlıqlar qaratın böləkləri kirdi. Qısıtırın böləkləri bolsa, əlbəttə, həqiqətən, bəxtki yarışa, demək, umuman, şundaq qılıb, birinchidən, bəlkə, şundaq qılıb degəndək söz yoki söz birikmələri qısıtırın böləkləri kirdi. Öndəş böləkləri bolsa, vay voy, pa, vaycan, vay anam, viyay, tova degəndək böləklər bolsa, öndəş böləkləri kirdi. Əmdə bularını təfsili görüb çıxsaq, birincisi qaratın bölək, undaqda qaratın bölək degan nima? Qaratın bölək deganimiz cümledəki oy fikrinin kimga yoki nimaga qartilganligini aniq ko'rsatish va jumlada ifodalanayotgan oy fikrga qarta anglovchilarning diqqatini qo'zg'ash uchun qo'llaniladigan so'z yoki so'z birikmasi qaratın bölək deyiladi. Qaratın böləklər bir qarashda egiga o'xshab ketadi, ammo u jumla böləkləri bilan hech qanday sintaksik munosabatining yo'qligi va o'ziga xos intonasiyasi orqali egidan farqlanib turadi. Qaratın bölək sintaksik talablarga asosan cümlənin beshida, o'ttirsida və oxirsida keladi. İmloda bo'lsa qaratın böləkning oldi keyniga pesh qo'yiladi. Masalan,
Ekrem bugün mektep keş kalma bu yerdeki Ekrem diye isim bolsa bu cümledeki qaratma bölek yani bu cümle bilen yani bugün mektep keş kalma degan cümle bilen hech qanday grammatikalik bağlanış bolmagan bölek hesaplanıdı. Mendin ensirme apa, işim tügüşigila öyge qaytıp kelmen bu cümledeki apa degan söz bolsa bu cümledeki qaratma bölek hesaplanıdı. Yaqında görüş nesip bolsun canımda da bu cümledeki bolsa canımda da degan söz birikmesi bu cümle bilen yani yaqında görüş nesip bolsun degan cümle bilen hech qanday grammatikalik bağlanışı yok. Bölek yani qaratma bölek hesaplanıdı. Körüp ötkünümüzdek bir yerdeki Ekrem, apa, canımda da degandek bölekler İğiz tilida intonasiya arqılıq cümlelerde bolsa peş arqılıq cümlelerden ayrılıp durdu. Yığınçaqlap esa qaratma bölek sual cevaplık cümlelerde yani diyaloglarda, edebi eserler, xatçekler ve bir kısım iş qağazlardaki buyuruş, ündeş, so'roq mazmundagi cümlelerde köp uchraydi. Cümlenin müstakil böleklerden qaratma bölekni görüp çıktık. Endi cümlenin müstakil böleklerden kıstırım bölekni görüp çıkımız. Ondaqda kıstırım bölek deganimiz nima? Kıstırım bölek deganimiz sözlük üçünün cümle ifadelengen oy fikirge ve onun ifadeniş ahvalı qarta, köz qarışı, şundaqla pozisiyasını bildirdiğen söz yoki söz birikmesi kıstırım bölek deyildi. Kıstırım bölek asasen cümlenin beşi kelidi. Kıstırım bölekten keyin bolsa peş qoyuldu. Mesela Təlimimiz yarışa həmişlər oylığınımızdək bolduğu bir yerdeki təlimimiz yarışa degan söz birikmesi kıstırım bölek hesaplanıdı. Yani bu cümle bilen həmişlər oylığınımızdək bolduğu degan cümle bilen heç qanday grammatikalik bağlanışı yok bölek hesaplanıdı. Qarşı Lutfullah Mutallib 23 yaşında alemden ötdü. Bu yerdeki bəxtki qarşı degan bölek bolsa, yani bu söz birikmesi bolsa bu cümledeki kıstırım bölek hesaplanıdı. Xulas qilib aytganda bugünkü resim ko'rgazmasi muvaffaqiyatli bo'ldi. Bu cümledeki xulas qilib aytganda degan bölek bolsa, bu cümledeki kıstırım bölek yani bugünkü resim ko'rgazmasi muvaffaqiyatli bo'ldi degan cümle bilan hech qanday grammatikalik bağlanışı yo'q bölek hesaplanadi. Menimcha bu fikringiz nihoyat o'rinli. Bu cümledeki menimcha degan söz bolsa, bu cümledeki kıstırım bölek hesaplanadi. Uyghur tilida en köp qo'llaniladigan qistirma bölekler tuvandikicha. Albatta, haqiqatan, darhaqiqat, ehtimol, darvaqa, aksicha, baxtga yarasha, baxtga qarshi, umuman, demak, meningcha, seningcha, hech bo'lmaganda, shundoq qilib, xolos, qisqacha, bir tarafdan, yana bir tarafdan, birinchidan, ikkinchidan, tegtakdan aytganda, balkim, xulos qilib aytganda, vakaza degandek söz yoki söz birikmeleri kıstırım böleklerge kirdi. Endi kıstırım böleklerinin ma'na alayligi qarab qo'llanilishini ko'rib chiqamiz. Birinchi qo'llanilish bo'lsa, ba'zi kıstırım bölekler kishilarning turli his tuyg'ularini, ya'ni xo'shallik, pushaymon, gumon qatorliq his tuyg'ularini ifodalaydi. Masalan, baxtga yarasha bu yil imtihondan o'tdim bu yerga baxtga yarasha degan kıstırım bölek bo'lsa, xo'shallik his tuyg'usini ifodalagan. Vayisit, uni mağuzmsan bo'ptikan bu yerki vayisit degan qistirma bölek bo'lsa, pushaymon his tuyg'usini ifodalagan. Balkim u bugun maktabga kelmasligi mumkin bu yerki balkim degan qistirma bölek bo'lsa, gumon his tuyg'usini ifodalagan. İkinci qo'llanish bo'lsa, ba'zi qistirma böleklar so'zlik ichining ko'z qarashini va bahosini ifodalaydi. Masalan, meningcha hammamiz bu qitimqi musobaqada butun kuchimiz bilan tirishdik. Onun qarışça men bu vazifenin hödüsünden çıkalmaqdakman bu yerdeki meningcha ve onun qarışça degandek qistirma bölekler sözlügücünün köz qarşı ve bahasını ifadalagan. Üçüncü qo'llanilish bo'lsa, ba'zi qistirma bölekler cümle ifodalangan oy fikrning oldin oy fikr bilan bog'lanishini bildirdi. Masalan, xulos qilganda Uyg'ur tilini yaxshi o'rganishimiz kerak. Bu yerdeki xulos qilganda degan qistirma bölek bo'lsa, mush cümlenin yani Uyg'ur tilini yaxshi o'rganishimiz kerak degan cümlenin bunun oldida kelgan bölekler bilan bağlanışını ifadalab kelgan. To'rtinchi qo'llanilish bo'lsa, ba'zi qistirma bölekler cümledeki oy fikrning rad tartibini bildirdi. Masalan, til o'rganishda birinchidan shu tilning grammatikasini yaxshi o'rganish, ikkinchidan ko'p praktik qilish kerak. Bu yerdeki birinchidan, ikkinchidan degandek qistirma bölekler cümledeki oy fikrning rad tartibini bildirib kelgan. Endi cümlenin müstakil böleklerden üçüncüsü bo'lgan ündeş bölekni ko'rib chiqamiz. Undaqda ündeş bölek deganimiz nima? Ündeş bölek deganimiz so'zlik ichining jumla ifodalangan oy fikrlar haqidagi turli his tuyg'ularni ifodalaydigan bölek ündeş bölek deyiladi. İmliq so'zlar jumlada ündeş bölek bo'lib keladi va jumlaga ajablanish, hayron bo'lish, zerikish, suyunish, norozi bo'lish, qo'rqish, izoh tortish, g'azablanish, pushaymon qilish qatorliq turli his tuyg'ularni qo'shadi.
Ündeş bölek asasen cümlenin beşirgilidir ve ündeş bölekten keyin peş koyuludur. Mesela vay voy hecep necik gap qilgansiz bu yerdagi vay voy degan imliq so'z bu jumladagi undash bo'lak, ya'ni bu jumladagi mustaqil bo'lak hisoblanadi va bu jumlaga zerikish his tuyg'usini qo'shib kelgan. Pah pah shu manzaraning go'zalligiga qaranglar, bu yerdagi pah pah degan imliq so'z bo'lsa, o'xshashla undash bo'lak hisoblanadi va bu jumlaga hayron bo'lish hissiyotini qo'shib kelgan. Vayjon nimanda qo'rqinchli manzara bu yerdagi vayjon degan imliq so'z bo'lsa, bu jumlaga qo'rqish hissiyotini qo'shib kelgan. Vay anam nimandaq gaplarni qilib yursiz, odamni xijil qilib bu yerdagi vay anam degan imliq so'z bo'lsa, o'xshashla undash bo'lak hisoblanadi va bu jumlaga izoh tortish tuyg'usini qo'shib kelgan. Apla nimandaq gap anlamaydiganda bu bola bu jumladagi apla degan imliq so'z bu jumladagi undash bo'lak hisoblanadi va bu jumlaga g'azablanish hissiyotini qo'shib kelgan. Ko'rib o'tganimizdek mush bo'laklardan keyin, ya'ni mush undash bo'laklardan keyin o'xshashlar pesh qo'yiladi. Bu saatlik dersimizin ahırı geldik. Dersimizin ahırda bu dersimiz münasebetlik boğan tüvendeki iki soğan sorap ötümüz. Birinci cümlenin müstakil bölekler degenime qaysı türler gaylıdı. İkinci sualımız bolsa kıstırım bölek degenime. Bu suallarının cevabını YouTube videomuzun astırki inkaz kısmına yaki Instagram hesabımızın DM kısmından uçuru izlep evet sanla buludu. Undaqda keyinki saatlik dersimiz görüşeyle. Görüşkice aman bulunla. Hayır hoş.